gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədir gecəsidir. Bu il ilk Qədir gecəsi Ramazan ayının 18-dən 19-una, yəni martın 8-dən 9-una keçən gecəyə təsadüf edir. Qeyd edilək ki, Qədir gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam Peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub. Xatırladaq ki, Ramazan ayı Azərbaycanda fevralın 19-unda başlayıb, Şəvval ayının 1-i, yəni martın 20-sində Ramazan bayramı olacaq. 2030-cu il dini təqvimdə nadir bir hadisəyə şahid olacaq. Hicri və Qriqoryan təqvimləri arasındakı fərq səbəbindən Ramazan ayı eyni ildə 2 dəfə başlayacaq. Beləliklə, müsəlmanlar 2030-cu ildə 36 gün oruç tutacaqlar. İlin əvvəlində 30 gün, ilin sonunda isə 6 gün. Türkiyə Diyanət İşləri İdarəsinin Dini İşləri üzrə Ali Şurasının hesablamalarına görə Ramazan ilk dəfə 5 yanvarda başlayacaq və 30 gün davam edəcək. İlin sonunda isə Ramazan 26 dekabrda yenə başlayacaq və ilk 6 gün 2030-cu ildə tutulacaq. Qalan günlər isə 2031-ci ildə tamamlanacaq. Bildirilib ki, Hicri təqvim Qriqoryan təqvimə nisbətən hər il təxminən 10-11 gün tez gəlir və buna görə də Ramazan ayı zamanla ilin müxtəlif dövrlərinə keçə bilir. Qeyd olunub ki, eyni Qriqoryan ilində Ramazanın 2 dəfə başlaması nadir olsa da məlum bir hadisədir və təxminən hər 32-33 ildən bir baş verir. Keçmişdə bu vəziyyət 1900, 1932, 1964 və 1997-ci illərdə də müşahidə olunub. Hesablamalara görə oxşar bir dövr 2062-63-cü illərdə yenidən baş verə bilər.